köhnə samavarı görün necə təptəzə edəcəm. Samavarımızın içi ərp bağlamışdıq. Gəlin onu birlikdə təmizləyək. Titizin kirət çözücü, yəni ərp çözücü məhsulunu əldə etmişəm. Baxın, samavarın içinə bir qədər əlavə edirəm. Görün necə ərpləri qaynadıb çıxardır. Hər tərəfinə gəzdirirəm. Gəzdirdikcə də qaynadıb çıxardır. Biraz da qapağını əlavə edirəm. Lüləyinə baxın. Görün necə yamyaşıl olubdu. Lüləyinə də burada sürtürəm. Baxın, lülək tərtəmiz oldu. Samavarın üstünü yuyub qəşəng köpüklədirəm. İndi isə fərqə baxın. Samavarımız təptəzə oldu. Ərplər isə təmizləndi. Onu da deyim ki, titizin bu məhsulunu ərp bağlanmış çaydanlarda, qazanlarda, duşlarda, termopotlarda istifadə edə bilərsiniz. Belə təmizlikdən sonra samavarı bir dəfə qaynadıb suyunu atmaq lazımdır. Ondan sonra yenə qaynadıb artıq istifadə edə bilərik. Samavardan sonra çaydanı da təmizlədim. Çaydanın içi ərp bağlamışdı. Dedim bunu da yoxlayacağam. Biraz əlavə edirəm. Baxın, anındaca ərpləri qaynadıb çıxardır. Hər tərəfinə gəzdirirəm. Sonra mütləq ki, yumaq lazımdır. Yuyuram, qaynadıram, suyunu töküb, yenidən qaynadıb artıq suyunu istifadə edə bilərik. Məncə bu məhsuldan sizlər də alıb sınaya bilərsiniz.